Bir kişi her gün arvadını döyürmüş. Bir gün arvadının başından vurur, istemeden arvadını öldürür. Ne edəcəyini bilə bilmir, gedir bir tanıdığına deyir. O da deyir ki, get bir yakışıklı, gözəl göçək bir oğlan tap, apar onu da evdə öldür. Denə ki, arvadım zina edirdi, məni aldadırdı, ikisini də öldürdüm. Bu fikir bu adamın, bu gicin ağlına batır, gedir evin qapısının önündə gözləməyə başlayır. Gələnə gedənə baxır ki, gözəl göçək bir oğlan gəlir. Bunu aldadır, zorla aparır evə. Evdə öldürür, arvadın yanına uzadır. Arvadın qohumunu, qəlbəsini çağırır ki, qızınız zina edirdi, məni aldadırdı, ikisini də öldürdüm. Onlar da heç bir şey demir, çıxıb gedir. Bu cavan oğlan öz atasının verdiyi fikirlə ölmüş olur. Həmən bu fikir verən atanın da bir oğlu var imiş. Həmən gecə evə gəlməyib. Durur gedir bu adamın yanına, deyir ki, neynədin, dediklərimi elədin. O da deyir ki, bəli. Deyir, öldürdüyün oğlana baxa bilərəm. Deyir ki, gəl bax. Baxır ki, öz oğludur. Həzrəti Əlinin dediyi kimi, günahları qılıncını sallayarsansa, o qılınc özə batar. Başqasına quyu qazma, o quyuya özün düşərsən. Başqasının örtüyünü açarsansa, öz evi örtüsü açılar. Buyurun.